operanın dünya səhnəsinə çıxartmaq üçün bizə nə mane olur? Bizim balet birinci dəfə tarixdə qastrol səfərinə getdi. Səhnədə 65 yaşında Məcnun, 53 yaşında Leyla olmaq olarmı? Bu opera teatrıdır və biz burada səsdən danışırıq. Onlar bizə rəy verdilər, biz teatrı bağladıq. Təmirin bu qədər uzun çəkməsinin səbəbləri nədir? Heç kim deməyib ki, bir ilə mən sənə teatr tikərəm. Sən ona bərbad bir tamaşa verirsənsə, sən ondan nə istəyirsən? Niyə bu qalmaqal yaratmalıdır? Mənim teatra gələndən heç kimi işdən çıxartmamışam. Hansına mane olur? Hər ikisi. Gəlib mənə nağıl danışa bilməzsən. Yusif Eyvazov nə əcəb Azərbaycandan getmək fikrinə düşməyib? Çox maraqlı sualdır. Evim yəqin bir gün bəlkə də təzədən sevdiyim bir adamın ürəyi olacaq. Hörmətli Oxu Az oxucuları və Oxu TV YouTube izləyiciləri. Bugün bizim çox maraqlı bir qonağımız var. Bizim bugünkü qonağımız dünyanın ən prestijli opera səhnələrində çıxışları ilə tanınan və dünya operasında A-klass ifaçılardan hesab olunan məşhur tenor, Azərbaycan Respublikasının xalq artisti və eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovdur. Yusif müəllim, xoş gördük sizi. Çox gözəl təqdimat elədiniz. Gərək sizi işə götürüm. Gəlim də, problem deyil. Yusif müəllim, söhbətə hardan başlayaq? İdarəçilikdən yoxsa sənətdən? Çox maraqlı sualdır. Yaradıcılıqdan başlayaq. Yaradıcılıqdan başlayaq. Onu gəlin birbaşa başlayaq tamaşaçılardan. Hesab edirəm ki, hər bir sənətçinin məşhur olmasında əsas rolu oynayan tamaşaçılardır. Yəni tamaşaçı alqışı, tamaşaçının onu qəbul etməsi və nəhayəti bir ulduzun parlamasına səbəb olur. Azərbaycan tamaşaçısının opera mədəniyyəti sizcə son illərdə necə dəyişib, necə dəyərləndirirsiniz? Bilirsiniz, Əziz xanım, mən elə hesab eləyirəm ki, biz indi bir keçid dövrü yaşayırıq. Və məncə Azərbaycanda olan tamaşaçı ona layiq olan tamaşaları, konsert proqramları, qastrola gələn xaricdən olan artistlərin kifayət qədər yüksək səviyyədə görmür. Çünki mən məhz bu problemlərlə danışmaq istəyirəm ki, bizim mədəniyyət, Azərbaycanda olan mədəniyyət həyatımız indi hal-hazırda bu keçid dövrü yaşayarkən mən çox istərdim ki, bizim bu tamaşaçı bizim ölkədə xarici ölkələrdən gələn qastrol səfərinə artistlərin, orkestrların, dirijorların və müziklərin birbaşa burada görməsini istərdim. Bu çox vacib bir məsələdir. Çünki bilirəm, indi dövr çox dəyişib və çox adamlar xaricə gedib, Arena de Verona, mən nə qədər Azərbaycanlı görürəm xaricdə, mənim tamaşalarıma gəlirlər də. Amma hamısının imkanı yoxdur axı. Ona görə mən çox istərdim ki, bizim teatrı inşallah təmirdən sonra və bu bizim ən əsas məqsədlərimizdən biridir ki, bizim teatra xarici ölkələrdən gələn qastrol səfərinə orkestrlar, müğənnilər və biz bunu indi təmir olan vaxtda eləyirik. Əfsuslar olsun ki, biz başqa bir konsert zallarından asılıyıq. Sağ olsun Heydər Əliyev Sarayı, Konservatoriyanın opera studiyası, sağ olsun Heydər Əliyev Mərkəzi. Bu səhnələr bizə imkan verir təmir olan devirdə. Heç olmasa biz öz fəaliyyətimizi dayandırmamışıq. Operanı veririk, konsert proqramlarını təqdim edirik, balet, Heydər Əliyev Sarayında və yaxud böyük operalar. Bunlar hamısı təqdim olunur. Çox çətin keçid dövrü yaşayırıq. Ona görə biz əlbəttə ki, teatrın açılışını səbirsizliklə gözləyirik. Çünki bizim öz evimiz olanda bu proseslər daha da asan, daha da sadə şəkildə keçə bilər. Və mənim arzumdur ki, bu teatrda yüksək səviyyədə, tamaşaçıya yüksək səviyyədə operalar təqdim edeyim, konsert proqramı təqdim edeyim. Bütün elə bil mənim xaricdə olan kolleqalarım, İtalyanlar, İspanlar, Fransızlar hamısı dünya şöhrətli müğənnilər, həmişə mənə görəndə deyirlər ki, nə vaxt gedirik Bakıya? Deyirəm ki, indi imkan verin, teatr açılan kimi hamımız gələcəyiz. Opera və balet teatrının təmiri məsələsi deyirsiniz və bugün ən çox diqqət mərkəzində olan məsələ həm də budur. Tamaşaçılar təbii ki, gözləyirlər. Mən də gözləyirəm. Heydər Əliyev Sarayında
izləyəndə hətta olur, mən özüm şəxsən rastlaşıram, deyəndə ki, Heydər Əliyev sarayında balet var, deyirlər, yox, balet Heydər Əliyev sarayı deyil. Operaya orada qulaq asmırlar. Onun akustikası o deyil və s. və s. Amma 3 il olur ki, 2 il yarım. 2 il yarımdır ki, bəli. təmirə bağlıdır və sizin yaxşı bir fikrinizlə mən rastlaşmışdım. Dediniz ki, bu 6 mərtəbəli binanı tikmək deyil də, birbaşa tikdin, qurtardın. Bax, burada bu dəqiqə təmiri ləngidən deyim, yoxsa bu təmirin bu qədər uzun çəkməsinin səbəbləri nədir? Birincisi mən hörmətli tamaşaçıya çatdırmaq istəyirəm ki, mən teatrın rəhbərliyinə gələndə aprel ayında 2 il yarım bundan qabaq. Bura fövqəladə Nazirliyin işçiləri gəlib bizə rəy verdilər. Rəsmi rəy. Çünki o qədər səhnə avadanlığı artıq yararsız bir şəkildə idi ki, biz burada təhlükəli şəkildə artistlər işləyib. Bizim doğrudan da bəxtimiz gətirib ki, mən sadə sözlərlə danışım, heç kim başına heç nə yıxılmır, düşməyib. Bu birinci məsələ. Ona görə bizim rəsmi rəyimiz var. Çünki mən dedim, uşaqlar, siz mənə bir dənə rəy verin ki, mən işləyə bilim. Onlar mənə dedilər ki, Yusuf müəllim, biz sizə elə rəy verə bilmərik. Mən açıq danışıram. Onlar bizə rəy verdilər, biz teatrı bağladıq. Və bu proses, necə siz indi qeyd elədiniz, tamamilə düzgün. Bir 16 mərtəbəli mənzil binası tikmək, Lego kimi qurub tikirsən. Burada ən vacib teatrın ürəyi olan səhnə avadanlığı və səhnə bütün aləmi var. O nə deməkdir? Akustika məsələsi ən vacib. Hamısı hər dəfə bura gəlib, bu teatra gəlib akustikadan şikayət edirlər. Çünki akustika yox idi. Akustika üzərində bu təmirdən sonra, o keçən yanğıdan sonra çox böyük struktur, tikinti sərflərə yol verilib. İndi biz onları düzəltmək üçün həm də bu tarixi binadır. Biz burada, məsəl üçün bizim üçün daha da və bütün kampaniyalar, xaricdən gələn kampaniya partnyorlarımız deyirdi ki, bax, inan Allaha ki, bax, bunu təzdən söküb, təzdən tikmək daha da asandır, nəinki bunu bərpa eləmək. Bu proses ona görə uzanıb. Xaricdən gələn mütəxəssislər, onlar vaxt, elə olmur ki, sən zəng edirsən, samolyota minir gəlir, o elə deyil. Onlara vaxt lazımdır ki, müəyyən qədər biz danışırıq, sonra görüş təyin edirik, tender keçir, kim layihəni eləyəcək, nə şəkildə. Bu teatrın bir dəfə onu təmir eləyik. Özdə bu çox belə mürəkkəb bir prosesdir. Ona görə bunun necə deyirlər, artıq bu proses irəli gedir, yavaş, amma biz onu bir dəfə təmir eləyib tamaşaçının üzünü açmalıyıq. Sabah biz burada bir dənə sərf eləsək, Əzizə xanım, burada yenə də həmən problemlər yaşayacaq. Bəs bizə sonra rəhbərlik deməyəcək ki, siz o qədər təmir elədiniz, xaricdən mütəxəssis gəldi, açdı teatrı, yenə də akustika bərbad halda, o işləmir, bu işləmir. Ona görə bu proseslər, bu cəmaət bunu başa düşməlidir. Elə belə bağ tikmək, bina tikmək, nə bilim, məktəb tikmək, bu başqa bir aləmdir. Yeganə Azərbaycanda yeganə olan opera balet teatrıdır. Heç kim deməyib ki, bir ilə mən sənə teatr tikərəm. Onu heç vaxt heç kim deməmişdir. Və bu proseslərin küllü miqdarda mütəxəssis cəlb olunub xaricdən. Akustika məsələsi var, işıq var, səhnə avadanlığı var. O səhnə avadanlığın sabah teatr açılanda bizim mütəxəssislər onu, bizim uşaqlar, indiki teatr işlədən uşaqlar idarə edə biləcək ki, onlar xaricə getməlidir, öyrənməlidir. Bu elə belə şey deyil. Bu çox həddindən artıq məsuliyyətli və biz hamımız gündəlik bizim cədvəldə bu teatrın təmiri ilə hansı bir işdə var. Xaricdə nə qədər görüşlərimiz oldu. Bizim nazir Adil müəllim Kərimli Viyanaya gəlmişdi. Biz orada nə qədər görüşlər keçirdik digər mütəxəssislərlə. Bu elə belə proses deyil. Səbirli olun, olacaq, yaxşı olacaq. Təxminən nə qədər vaxt ala bilər? Proses artıq başlayıb. Çox böyük məsuliyyətdir indi bir tarix. Demək ki, məsələn, mən həmən vaxtı teatr açacağam. Amma indi biz artıq 25-ci il qutardı. Mən elə ümid edirəm ki, 27-ci ilin axırına biz inşallah bu işləri tamamlamaq mümkün olar. Bildiyim qədərilə orkestrin bütün avadanlıqları yenilənir. Orkestr, bilirsiniz, mən yeni alətlər, onlar hamısı alınıb qutarıb artıq, gəlib hamısı. Bu deməli biz indi sağ olsun bizim şəxsi sponsorlarımız, çünki bizim sponsorlarımız var.
Onlar sağ olsunlar bizə kömək edirlər və biz musiqi alətlərimizi yenilik prosesdə artıq demək olar ki, qurtarmışıq. Bir neçə alətlər qalıb. Onu da biz indi gətirə bilmirik. Niyə? Çünki 2 dənə böyük İtaliyada qalmış artıq 6-7 qalıblar orada Steinway royallar uzun. Onları mən gətirib heç qoyacaq bir yerim də yoxdur. Çünki teatrda yer yoxdur, təmir gedir. İndi bəzi başqa bir alətlər də qalıb. Amma bizim orkestrimizin məsəl üçün əksəriyyət 80% orkestr işçilərinin alətləri dəyişilib. Məşqləri harda eləyirsiniz? Məşqləri elə ya opera studiyada, ya burada foyedə, teatrda foyedə eləyirik. Belə çətin şəraitdə. Çətin şəraitdə. Bəzən qıraqdan baxan deyir, əşi teatr bağlıdır və yaxud təmirdədir, neçə vaxtdır, bir də təmir eləyə bilmirlər, qurtara bilmirlər. İnanın mənə ki, bu çox mürəkkəb prosesdir. Çox mürəkkəb. Burada bir adamın sözü ilə və bir adamın işi ilə bu düzələsi deyil. Burada bir komanda işi və xaricdə gələn mütəxəssislər bizə kömək edir ki, biz bu teatrı təmirindən sonra açanda biz problem yaşamayaq. Opera tamaşaçısının müəyyən bir intellektual biliyi tələb olunur. Yəni opera seçilmiş insanlar üçündür və kütlə üçün deyil. Bax bu gün opera və balet teatrının bütün tamaşalarına çalışıram özümü çatdırmağa. Məsələn, Heydər Əliyev sarayında mən axırıncı dəfə 7 gözəli izlədim və müşahidə edirəm. Ən çox yaşlı nəsil daha maraqlı görünür. Sizcə bu gün operanı qəbul etmək üçün, dərk etmək üçün yaş senzi varmı? Xeyr. Birincisi Əziz xanım, mən sizə belə deyim də, siz deyirsiniz kütlə üçün deyil. Mən bununla qətiyyən razı deyiləm. Çünki bu sənət adətən elə qurulub ki, məsəl üçün Moskvada indi danışaq da, Bolşoy teatra sadə adamlar elə bəzən Bolşoy teatrın adı çəkiləndə, onlar deyirlər böyük teatr var, Bolşoy teatr. Onlar deyirlər ki, yox, biz ora yaxın dura bilmərik. Bu elə bir necə deyirlər, əlçatmaz bir məkandır, bəs mən orada çıxış eləyəndə, bəzi insanlara bileti verəndə öz tamaşama, bunlar sevincindən ağlayırdılar. Sadə insanlar da məsəl üçün. Niyə? Bunu əfsuslar olsun biz eləyirik. Biz gərək bu sənəti populyarlaşdıraq. Luciano Pavarotti bunu eləyirdi. O opera Pavarotti and Friends eləyəndə nə qədər dünyada neçə milyard insan o konsertləri izləyib və nə qədər operanı tanıtdırdı. Sadəcə mən özüm 2-3 il bundan qabaq həm Rusiyada Maska şousunda mən iştirak elədim. Siz bilirsiniz, mən indi maskanı çıxardanda ondan sonra nə qədər mənim maskada olan pərəstişkarlarım operaya gəldilər. Bu bizdən asılıdır. Biz gərək bu sənəti, bu gözəl aləmi cəmaata tanıtdıraq. Tamaşaçını tərbiyə eləmək lazımdır. Buradan da mən sizə səslənirəm, televiziyaya səslənirəm, internet saytlarına səslənirəm. Bu sizdən də asılıdır. Siz bizə bu barədə kömək eləməlisiniz. Bizim tamaşaçıları biz gərək tərbiyə eləyək. Onların günahı deyil, əgər onlar dağılmış bir teatra gəlirlərsə, parketi oradan sınıb, stulu buradan sınıb, səhnəsi bərbad qılınır, sən ona bərbad bir tamaşa verirsənsə, sən ondan nə istəyirsən? Cavan heç vaxt gəlməz, amma sən ona bir keyfiyyətli məhsul verirsənsə, bugün gəlir çox gözəl Aida operasına, Koroğlu operasına, Sevil operasına, Arşın Malan, 7 gözəl keyfiyyətli məhsul verirsə, inanın mənə gələcəklər. Cavanlar da gəlir. Məsəl üçün, mən şəxsən dəfələrlə özüm cəmaatdan mesaj alıram ki, Yusuf müəllim, üzr istəyirəm, biz opera studiyasına gəlməyəcəyik. Bax, nə vaxt operaçılar bizə olur? Biz gərək operanı operada qulaq asaq. Bizim bu tamaşaçımız var. Başa düşürsünüz. Ona görə cavanlar da var. Amma onlara gərək biz keyfiyyətli məhsul göstərək. Keyfiyyətli məhsul göstərmək üçün də biz gərək çox çalışaq. Koroğlu operasının adını çəkdik. Sentyabrda siz bir Koroğlu kimi səhnəyə çıxdınız Heydər Əliyev sarayında. Mən də izləyicilər arasındaydım.
fərqli bir performans yaratdınız sanki. Sizcə bizim operanın, məsələn, Koroğlunu dünya səhnəsinə çıxartmaq üçün bizə nə mane olur? Biz Heç nə. Heç nə mane bəs niyə olmur. çıxartmırıq? Bax, məsəl üçün, siz Koroğlunu dediniz də, mən sentyabrda Koroğlunu oxudum. Bir ay yarım bundan qabaq, nə qədər vaxt keçdi? 2 ay keçdi, 3 ay keçdi. Mənim menecerim Londondan mənə zəng eləyir ki, bəs Yusif, Deutsche Grammophon dünya şöhrətli səs yazma kompaniyası Koroğlunu yazmaq istəyir. Sənin Instagramında gördülər. Dedilər ki, bəs bunlarda opera var. Birinci dəfədir. İndi mən o 28 may 2026-cı ildə təzədən Koroğlunu oxuyacağam Heydər Əliyev sarayında. Onları hamısını dəvət eləmişəm və inşallah gələn il tarixdə birinci dəfə dünya şöhrətli səs yazma kompaniyası rəsmi olaraq Koroğlu operasını diska yazacaq. Heydər Əliyev sarayında. Yox, onlar gələcəklə baxacaqlar, sonra biz onu xaricdə yazacağıq. Bu bilirsiniz nə deməkdir? Ki siz Milanda, Berlində, Viyanada hər dünyanın lüboy bir disk satan məkanına girəcəksiniz və orada Üzeyir Həcibəylinin Koroğlu operasının diskini görəcəksiniz. Deutsche Grammophon Almaniya kompaniyasından yazılmış. Bizə heç nə maneçilik törətmir. Məsələn, mən Koroğlunu sabah Arena de Verona və yaxud başqa bir teatra aparsam, mən gərək keyfiyyətli məhsul aparım, keyfiyyətli tamaşa aparım. Bu kostyumlar deməkdir, bu dekorasiyalar deməkdir, xorun yüksək səviyyəsi olmalıdır, orkestrın, çünki bizim orkestr getməlidir. Mən xarici orkestra Koroğlunu öyrədəncə nə qədər vaxt keçəcək. Birinci dəfədir keçən il tarixdə bizim balet birinci dəfə xarici teatrın dəvəti ilə qastrol səfərinə gedib. Bu tədbir deyil, siz onu tədbirlə qarışdırmayın. Tədbirlər çox olur. Gedirik biz xaricdə zal tuturuq, pulunu ödəyirik, tədbir eləyirik. Yox, bu başqa məsələ. Biz gedib xarici teatrın dəvəti ilə İtaliyaya, Carlo Felice di Genova teatrına birinci dəfə də bizim balet birinci dəfə tarixdə qastrol səfərinə getdi. Mən həmişə sözün yox, işin tərəfdarı olmuşam da. Mən çox vaxtımız da yoxdur. Mən bilirəm ki, vacib şeylərdir, amma tamaşaçı ilə danışmaq, sosial şəbəkələrdə bilirəm, bunlar hamısı indi çox böyük bir rol oynayır indiki cəmiyyətdə. Amma yenə də bu işlərin arxasında bizim komandamızın böyük bir zəhməti durur. Niyə Macarıstan bəstəkarların, Rus bəstəkarların əsərləri dünya teatrlarında gedir? Niyə? Niyə orada Koroğlu olmamalıdır? Niyə orada Arşimalov? Niyə Pikova Dama var, Yevgeniy Onegin var? Niyə bu olmamalıdır? Bu da olmalıdır. Amma onu eləmək üçün biz gərək keyfiyyətli məhsul hazırlayaq. Repertuarınızda əsasən İtalyan əsərləri üstünlük təşkil edir. Bu sizin İtaliyada öz karyeranızı başlamanızdan irəli gəlir, yoxsa burada nəsə başqa bir səbəb var? Problem ondadır ki, İtalyanlar daha da çox gözəl operalar yazır. Bu mənim günahım deyil. Bu necə deyirlər, İtaliyada belə bir vaxt var idi ki, Giacomo Puccini, Giuseppe Verdi kimi, Leoncavallo və digər gözəl bəstəkarlar unudulmaz, ölməz əsərlər yazıb. Giuseppe Verdi 24 dənə opera yazıb. Biri-birindən gözəl. Giacomo Puccini ondan biraz az, amma siz qulaq asın, Tosca'da, Turandot, Manolesco. Ona görə mən Rus operalarda ifa eləyirəm. Bu ildən başlayaraq Azərbaycan operalarda ifa eləyirəm. Koroğlu oldu. Gələn il Sevili səhnəyə qoyuruq. Sevil operasının təzə tamaşasını orada da iştirak eləyəcəm. Dünyada belə praktika var. Məsəl üçün İtalyan operaları daha da çox tanınıb dünyada. Daha da çox tanınır və yaxud daha da çox bilmirəm, populyardır ona görə. Sizə deyəndə ki, Yusif Eyvazov dünya şöhrətli tenordur. Bu necə bir hiss yaradır? Bilirsiniz, mən çox xoşlamıram bu sözlərdən. Çünki belə bir şey var. Bir insan ki, böyük olduğunu hələ ki başa düşmür, hələ o insan yaşayacaq. O insan ki, böyüklüyünü başa düşdü, məhv olacaq. Mən buna çox belə sadə şəkildə yanaşıram. Ona görə mən heç vaxt, siz məndən heç vaxt eşitməzsiniz ki, mən özümü ulduz ad qoyum və yaxud dünya şöhrətli ad qoyum və yaxud mənim əməllərim var. Mənim işim ortalıqdadır. Mənim dünya teatrlarından işim, yazdığım disklar və yaxud oxuduğum operalar hamısı ortalıqdadır. Mən niyə gəlim özümə indi bu dəqiqə dünya şöhrətli superstar tenor deyim? Qoy başqaları desin onu.
Onu deməməliyəm. Amma mən sadəcə özümü bir yaxşı opera ifaçısı hesab edirəm. Bu gün bizim səhnəmizdə yetişən vokalçılar, opera oxuyanlar, gənclər belə elələri varmı ki, arasında siz onlarda daha böyük işıq görürsüz ki, bax bunun gələcəyi daha böyük görünür. Kimsə əgər bu gün bir təzə başlayan opera ifaçısına desə ki, sən mütləq 5 ildən sonra ulduz olub dünya şöhrətli olacaqsa, inanmayın ona. Elə bil siz bütün həyatınızı o karta qoyub oynayırsınız kazinoda və heç kim sizə garanti verməz ki, siz udacaqsınız. Burada çox böyük bir sayılı faktorlardan söhbət gedir. Ağlın olmalıdır, istedadın olmalıdır. Səs 5-ci yerdədir. İnanın mənə ki, o qədər gözəl səsə sahib olan insanlar biz bir yerdə başlamışdıq, heç nə eləmədilər. Çünki elə sərflərə yol verdilər ki, karyera quranda onlar nə karyera, nə həyat, nə bu sənət sənə bağışlamayacaq. Bu çox vacibdir. Bizim çox istedadlı cavanlarımız var. Məhz ona görə mən keçən il və o biri il İtaliyadan müəllim gətirmişəm. Onlarla burada master-klass keçib, onlarla dərs keçib, vokal dərsi, ustad dərsi keçib ki, bunlar inkişaf eləsinlər. Mən özüm də burada olanda uşaqlara diqqət göstərirəm və özüm gəlirəm, məşğul oluram, qulaq asıram, məsləhət verirəm. Çünki mən bilirəm, bu təzə başlayan birinci addımlarda olanda çox böyük bir sərflərə yol verilə bilər. Repertuar seçimindən, səs seçimindən. Bunlar vacibdir. Bizim istedadlı uşaqlarımız var. Kim sabahın, mən demirəm Yusif, Placido Domingo və yaxud başqa bir dünya şöhrətli, o bir ömür yolun nəticəsidir. Mən həmişə onlara deyirəm, uşaqlar, məşhur olmaq, pul qazanmaq, bunu, bu çox gözəl bir şeydir. Amma bunlar hamısı nəticədir. Siz gərək işə, gündəlik səsinizin özünüzün üzərində işləməsinə fikir verəsiniz. Çox peşəkar yanaşasınız. Mən hər gün biraz da olsa, indi istirahət günləri götürmürəm, amma həftədə bir neçə gün mən şəxsən öz səsimin üzərində hələ də işləyirəm. İşləyəcəm. Çünki zirvəyə çıxmaq olar, o bəlkə də çox da belə çətin deyil, amma orada qalmaq lazımdır. Əsas məsələ orada qalmaq. Əsas məsələ. Əgər bir neçə ildə artıq mən 15 ildən çoxdur dünya səhnələri gəzirəm, əgər hələ də 15 ildən çoxdur mən bu işin içindəyəm və nə qədər repertuar oxumuşam, dünyanın bütün ölkələrində elə bir hesab eləyin ki, mən çıxış eləmişəm və çıxış edirəm və bugün artıq 27-ci, 28-ci, 29-cu ilin proqramını qururam. 2, 3, 4 il qabaq. Bugünkü mənim kontraktlarım oxudu xaricdə, bax indi London olacaq, sonra o birisi olacaq, İtaliya. Onlar hamısı 3 il bundan qabaq imzalamış kontraktlardır. Və əgər bugün mənə 28-ci, 29-cu ildə kontrakt London, Zürih, Paris, Milan təklif eləyir, deməli, mənə bir artist kimi tələbat var. Yusuf müəllim, sizin yaradıcılığınızı şərh edən sənətçilər, sənət biliciləri sizin səhnədə olan performansınızdan danışanda vokalçılıqla yanaşı həm də aktyorluğunuzu yüksək qiymətləndirirlər ki, çox yaxşı aktyorluq qabiliyyəti var. Bu baxımdan bu sualı mən sizə ünvanlamaq istəyirəm və eyni zamanda bir çox səhnələrdə siz çox məşhur insanlarla tərəf müqabili olmusunuz. Maraqlıdır sizin bu məsələyə münasibətiniz necə olacaq? Yəqin ki, yadınızdadır, bizdə bu il xalq artistləri Nəzakət Teymurova ilə Mənsur İbrahimov bizim məşhur Leyli Məcnunu oynadılar və bu böyük bir bum yaratdı. Müzakirə mövzusuna çevrildilər ki, yəni bu yaşda Leyli və Məcnun olmaq olmaz. Yəni Leyli Məcnun cavan olmalıdırlar və s. və ilaxır. Rəhmətlik İlhami xanımın sözü ilə desək, operada yaşın fərqi varmı? Səhnədə 65 yaşında Məcnun, 53 yaşında Leyli olmaq olarmı? Mən belə deyim də, birincisi Mənsum müəllim, Nəzakət xanım bizim dəyərli, böyük təcrübəyə və böyük istedada
malik olan insanlardır. Mən onları şəxsən özüm çox yüksək qiymətləndirirəm və onlar, mən bunu sərbəst şəkildə deyə bilərəm. Onlar, niyə izah edeyim? Dünya praktikasında, dünya teatrlarında siz əgər gedib 25, 30, 45, 50 il bundan qabaq olan kasetlərə baxsaz, siz görəcəksiniz ki, bəzən 20-25 yaşlı olan personajı 60 yaşındakı Pavarotti oynayıb. Niyə deyə? Əgər onun səsi bugün ona imkan verirsə, layiqcəsinə bu vokal xətti başa çatdırsın və bu operanı gözəl ifa eləsin, niyə də yox? Mən razıyam ki, cavanlara da yol açılmalıdır, cavanlar da oxumalıdır. Biz ona görə bu balansı saxlayırıq. Amma nə qədər olsa, Professional cəhətdən nə qədər olsa, normaldır. əgər Mənsum müəllim bu gün və ya Nəzakət xanım bu gün səhnəyə çıxıb o Leyli Bəbəcin obrazını səsdə gözəl şəkildə, yüksək səviyyədə təqdim edirsə, niyə bu qalmaqal yaratmalıdır? Birincisi, bu opera teatrıdır və biz burada səsdən danışırıq. Hə, əgər artıq yaşa görə hansısa bir müğənni o tesituranı saxlaya bilmir, o zillərə çıxa bilmir. Mən özüm birinci deyərəm ki, burada başqa bir rollara keç. Biraz, özüm mən ifaçıyam da başa düşürəm. Amma məsəl üçün, mən indi 48 yaşımda, niyə 30 yaşında, 25 yaşında bir əgər mənim səsim ona imkan verirsə, ifa eləyirəm. Ondan da qocaların da ifa eləyirəm. Öz personajları deyirəm də. Bəli. Öz yaşımdan da cavanları da ifa eləyir. Amma həmən gün gəlsən ki, mən görəcəm ki, mən artıq vokal nöqteyi nəzərdən mən bu ifanı eləyə bilmirəm, səhnəyə çıxarda bilmirəm. Mən özüm birinci deyərəm ki, mən bunu yığışdırdım. Hər şeyin bir yaşın fərqi yoxdur, Əziz xanım. Sadəcə maraqlıdır ki, gənc aktyor ya vokalçı yaşlı obrazı yaradanda, personajı yaradanda bunu çox normal qarşılayırlar. Amma yaşlı insan gənc obrazı yaradanda ya nə bilim səhnədə onun yerində olanda bu biraz qıcıq yaradır. Mən sizə belə deyim də, mənim təcrübəmdə elə tamaşalar var ki, mənim 30 yaşım var idi. Mənimlə səhnədə duran Makvala Kasraşvili soprano Bolşoy teatrda Moskvada 65 yaşı var idi. O Toskanı elə oxudu ki, mən sizə deyim ki, 1000 dənə cavab dəyərdi. Özdə mən sizə bir söz deyim. Bu, bizim cavan nəsil üçün də böyük bir məktəbdir. Bugün canlı səhnədə Mənsum müəllimi, Nəzakət xanımı və başqa ifaçıları, təcrübəli olan ifaçıları görməkdə, canlı görmək, necə onlar işləyirlər, necə məşqə gəlirlər, necə yanaşırlar. Bu, bizim cavan nəsil üçün də bir məktəbdir. Ona görə bu yaş məsələsi, əgər bugün mən bu söhbətin çox əleyhinə oldum o vaxtı. Əgər bugün bu insanlar səhnəyə vokal nöqteyi nəzərdən bu əsərləri ifa edib səhnəyə çıxardılır, niyə də yox? Sağ olsunlar. Olmaz. Olmaz. İdarəçilik məsələsində siz qeyd etdiniz, artıq 3 il bundan sonranın repertuarını hazırlayırsınız və ümumiyyətlə yaradıcılıqla bağlı planlarınız həddən artıq çoxdur. Eyni zamanda opera və balet teatrının direktorusunuz və bu boyda məsuliyyət də daşıyırsınız. Bu iki iş, yaradıcılıq və idarəçilik bir yerdə olanda onların hansısa o birisinə mane olur. Yəni onlar ikisi də eyni səviyyədə ola bilməz. Sizə hansı mane olur? Hansına mane olur? Hər ikisi. Hər ikisi mane olur. Yox, belə deyim də, çəmin tapmışam. Azərbaycan dili ilə çəmin tapmışam. Çox günlərim samolyotlarda keçir. Uçmaqda keçir. Bilirsiniz, mənim yaradıcılıq həyatım artıq bir yolun çəmin tapıb. Siz mənə indi bir 15 dəqiqədə vaxt verin, mən hazırlaşım, sizə Luboy operanı oxuyaram. 15 dəqiqə vaxt lazım mənə. Ona görə bu yaradıcılıq, mənim yaradıcılıq həyatım elə bil avtomatik olaraq gedir. Mənim yaradıcılıq həyatım artıq yoluna girib. Artıq istiqaməti var. Belə baxanda dünyanın fərqli teatrlarında mən həmən operaları ifa edirəm.
Toskadır, Turan 30 dənə rol, 30-35 rol. Və bu avtomatik olaraq gedir. Ona görə əsas mənim ən böyük problemim yolda qalmaqdır. Çünki bəzən elə olur ki, mən əlbəttə ki, gedib başqa ölkədə 2-3 həftə qalanda, ya Almaniyada, ya Avstriyada, ya İtaliyada 2-3 həftə qalanda tamaşaları oxuyanda mən bəzən elə olur ki, tamaşalar arası 2-3 gün Bakıya gəlirəm. Bu uçmaq məsələsi biraz məni yorur, amma yenə də indi Allaha şükür hələ onu idarə eləyirəm və yaxşı gözəl komanda yığmışıq burada. Müavinlərim, teatr üçün can yandıran belə cavan uşaqlarımız var, işləyirlər. Əlbəttə ki, gündə bir neçə, mən burada olmayanda bir neçə dəfə biz əlaqədayıq. Mən bütün məsələlərdən xəbərim var. Məruzə eləyirlər, danışırıq, qərar veririk, idarə eləyirik də. Hələ ki, şükür Allaha. Yəni sənət baxımından azadsınız. Bəli. Amma idarəçilik müəyyən bir çərçivədir də, siz bir çərçivənin içindəsiniz. Siz hansısa qərarı verməlisiniz kimsə barədə. Bəli. Kimsə barədə hökm verməlisiniz. Bəli. Kimləsə razılaşmalısınız, kimləsə razılaşmamalısınız. Bu baxımdan rahatdır sizə idarəçi olmaq. Bilirsiniz, rahatdır çünki mən həyatda disiplina kimi bir termini çox sevmişəm. Və belə nizam-intizam. Və bu karyeranı quran adam nizam-intizamdan xəbəri var. Ona görə mən uşaqları da elə şəkildə öyrətmişəm ki, konkret, bax, iş budur, problem budur, get həll elə. Belə qanun çərçivəsində biz bu məsələləri həll eləyirik. Hasan deyil. Mən indi durub burada deyim ki, hər şey asandır, hər şey gözəldir, superdir. Elə deyil axı. Hasan deyil, problemlər var. Amma biz çalışırıq bu problemlərin öhdəsindən gələk və bir komanda sözü mən elə-belə işlətmədim. Çox vacib bir şeydir. Əlbəttə ki, tək adam heç nə eləyə bilməz də, tək əldən səs çıxmaz, necə deyirlər. Amma bir komanda kimi burada biz böyük bir işlər görə bilərik. Və əlbəttə, mən tamamilə əminəm ki, bir direktorun operada saat 9-dan 6-ya kimi oturmağına ehtiyac yoxdur. Çünki bu proseslər yoluna düşəndən sonra mexanizm işləyəndən sonra, teatr bir mexanizmdir. Bu mexanizm işləyəndən sonra burada mamillər olmalıdır, direktor olmalıdır, işdə olmalı. Mən məsəl üçün Bakıda olanda işdə oluram, hər gün gəlirəm. Amma mən görürəm ki, mən xaricdən qaydanda 2, 3, 4 gün işə gəldim, məsələlər bitdi. Biz yenə rutin həyatımıza o məsələlər, necə deyirlər, toplanan məsələlər, sonra mən onları 3-4 gün ərzində həll eləyirəm. Elə oldu ki, məsələn, mən sentyabrda 3 həftə burada qaldım. Axırda o prosesdə mənim iştirakımın heç ehtiyacı da yox idi ki, mən gəlim gündəlik o prosesdə iştirak edeyim. Mən bilirəm kim işə gəlir, mən bilirəm kim neyinə məşğuldur, kim nə məşq eləyir. Gündəlik mənim onsuz da məlumatım var. Ona görə bu nöqteyi nəzərdən hələ heç bir problem yaşamırıq. Əksinə inkişaf edirik, təzə tamaşalar səhnəyə qoyuruq, müzikallar səhnəyə qoyuruq. Əsas məsələ, Əzizə xanım, produktiv olmaq. Gəlib gündə işdə səhərdən axşama kimi oturmaq və heç nə eləməmək, o da olar. İşdə ayda bir dəfə, bir həftə, 10 gün olmaq və o 10 gündə böyük bir işlər görmək, o da mümkündür. Bütün teatrlarda bu proses yaşanır. Sizdə də yəqin ki, yaşanır. Sənət adamları çox həssas olurlar. Çox belə küsəyən olurlar, belə deyək. Və yeni rəhbərlik dəyişəndə müəyyən narazılıqlar yaranır. Məsələn, deyirlər ki, götürək deyək ki, Yusif müəllim gəldi, filan kəsləri işdən azad elədi, bəyənmədi. Yaxud da kimsə Yusif müəllimdən daha başqa bir yanaşma gözləyirdi, küstü, çıxdı, getdi. Bax, bu situasiyada siz həm də bir sənətçisiniz özünüz. Necə nizamlayırsınız? Onlar sizcə sənət adamını hansı halda eşitmək lazımdır, hansı halda eşitmək lazım deyil? Mən sizə belə deyim də, Əzizə xanım, bax, mənim bütün həmkarlarım onu təsdiq eləyə bilər. Mən teatra gələndən heç kimi işdən çıxartmamışam. Özləri ərizəni yazıb çıxıb getdilər. Səbəb? Səbəb çünki onların iş prosesi qane eləmirdi. Və mən burada təzə bir, yeni, müasir, dünya səviyyəsində olan bir proses qurmaq istəyirəm.
Onlar da onu bacara bilməzdilər. Onlar onu başa düşdülər. Bizim yolumuz ayrıldı. Bilirsiniz, bu normal bir şeydir. Burada heç bir mən həmişə deyirəm uşaqlara ki, uşaqlar, mən burada teatrda şəxsi simpatiyam və antipatiyam olmamalıdır. Mən saf iş nöqteyi nəzərdən bu prosesə yanaşıram. Əgər mən gəldim, elə adamlar var ki, qaldılar, köhnə komandanın üzvləri, onlar qalıb hələ də işləyirlər. Çünki mənə onların işi qane edir, məni. Amma elə adamlar oldu ki, onlar bu yeniliklərə dözə bilmədilər, dayana bilmədilər. Bu, məncə, normal bir prosesdir. Burada heç bir, bəlkə başqa yerdə onlar daha da uyğun bir yer tapa bilib işləyə bilərlər. Amma bugünkü teatrda belə bir rəhbərlik edildiyi bir müəssisədə onların işi məni qane eləmirdi. Ona görə onlar özləri də onu başa düşüb, ərizə yazıb çıxıb getdilər. Ona görə mən heç vaxt heç kimi bu 2 il yarımda əmrlə işdən çıxartmamışam. Belə bir şey olmayıb. Bu təbii bir seçimdir. İndi hal-hazırda bütün işləyən uşaqlar burada, teatrda, müavinlərim, şöbə müdirləri, hamısı çox gözəl, qəşəng bir-birinə yola gedir, işləyirlər. Heç bir problem yaşamırıq, şükür Allaha. Yaradıcılıq heyəti, həssas, hərəsin bir ideyası var, problemi var. Mən onu istəyirəm, mən bunu istəyirəm. Hamısını dinləyirəm, başa salıram. Və mənim üçün biraz da bəlkə daha da hasantdır. Çünki mən bu sənətin içindəyəm. Gəlib mənə nağıl danışa bilməzsən. Mən gözəl bilirəm bu sənətin içində nə var. Ona görə dialoq olanda gərək konstruktiv olsun. Əgər sən mənə gəlib ciddi bir şey deyirsən, mən sənə qulaq asaram. Amma gəlib vaxtımı alıb nağıl danışarsan ki, bu belədir, o belədir, məndən yaxşı onu heç kimi bilə bilməz. Siz ən çox Azərbaycan mediasında həyat yoldaşınızla gündəmə gəlmisiniz. İndi yollarınız ayrılıb, şəxsi məsələlərə girmirəm. Sadəcə məsələ nədən ibarətdir? Sizin bir açıqlamanız vardı. Siz qeyd etmisiniz ki, baxmayaraq ki, yollarımız ayrılıb, çox yaxşı münasibətlərimiz var və biz dostuq. Səhnədə də bu səbəbdən bizdə hər şey çox yaxşı alınır. Səbəb kimi belə bir fikir göstərilmişdi ki, ayrılmanıza səbəb kimi zaman məsələsi. Siz çox vaxt başqa ölkədə olursunuz, yoldaşınız başqa ölkədə olur və belə bir sual doğurdu ki, Yusif Eyvazov nə əcəb Azərbaycandan getmək fikrinə düşməyib? Ümumiyyətlə, belə bir arzunuz, belə bir fikriniz olubmu ki, mən gedim Milanda yaşayayım da, yəni köçüm gedim Azərbaycandan? Bilirsiniz, amma səmimi. Səmimi deyimsə, siz əgər mənim cədvəlimə baxsaz, görsəz ki, mən bir bomж kimi bir həyat yaşayıram. Mən bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də evim var, Azərbaycanda da evim var, şükür Allaha. Ona görə mənim üçün bu sual yoxdur. Çünki sənin evin hardadır? Çünki bizim işimiz elədir ki, 3 həftə burada, sonra gəlirəm Bakıya 1 həftə, sonra çıxıram gedirəm 10 gün orada, sonra qayıdıram. Siz həmişə bu dəyişən bir prosesdir. Ona görə biz əlbəttə Annaya gələrkən çox böyük bir dostluğumuz qalıb. Mən həmişə demişəm və o da həmişə deyib ki, biz bir-birimiz üçün elə şeylər var ki, unudulmaz və dəyişilməyən. Biz bir-birimiz üçün doğma insanlarıq və bu daimi olacaq belə. Hətta o onu təsdiq edir ki, biz hələ də davam edirik səhnədə. Bir yerdə çıxış edirik, Çürükdə çıxış edirik, indi Londona gedəcəm, orada da çıxış edəcək bir yerdə. Bu, sənət adamların həyatında tez-tez olan bir şeydir. Çünki ona baxmayaraq ki, biz ailə qurmuşduq, amma yenə də hərəmizin bir böyük aləmi var. Və bu 2 dənə aləm. 2 dünya bir-birinə sığmır da, yəni. Bu 2 dənə dünya paralel şəkildə gedəndən sonra artıq bir-birimizlə eyni evdə qalmasına nə ehtiyac var, nə də bir mənası. Çünki nə mən onun dünyasına müdaxilə edib maneçilik törədim, nə də o mənim. Ona görə biz bu qərarı 12 ildən sonra elə bir verdik və başa düşdük ki, bu yeganə bir düzgün bir yol imiş. O ki, qaldı Bakıda yaşamaq, onsuz da mən hal-hazırda elə bir təyyarədə yaşayıram. Ona görə mənim bəzən dostlarım deyir ki, sən deyir, göydə daha da vaxt keçirsən, nəinki yerdə. Düzdür. Bax, valla düzdür. Ona görə bu ev məsələsi siz məndən bugün soruşsaz ki, sənin evin hardadır? Mən sizə cavab verə bilmərəm. Verdiniz artıq təyyarədə. Təyyarədə. Evim
yəqin bir gün bəlkə də təzədən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də, bilmirəm. Əsas yer deyil, əsas insanlardır. Amma şükür Allaha mənim ətrafımda çox gözəl insanlar var. Mən çox xoşbəxt insanam. Və onlar tez-tez mənimlə, ailə üzvlərim, dostlarım tez-tez mənimlə xaricə gəlir, kömək edirlər, iştirak edirlər. Artıq bizim bir, necə deyərlər, formalaşmış bir yollarımız var. Ora gedirik, bura gedirik və çox doğrudan da xoşbəxt bir həyat yaşayıram. Ev, bəlkə də hələ də mən o qədər xəttə çatmamışam ki, bir yerdə parkovka eləyim dayanım. Biraz da gözləyək görən olur. Gözləyək. Biz sizə uğurlar arzuluyoruz. Çox sağ olun. Çox təşəkkür edirik bizə zaman ayırdığınız üçün. Mən çox təşəkkür edirəm və sizə. arzu edirəm ki, doğrudan da sizin kimi, sizin kolleqalar da bizə bir köməklik göstərər. Bu bizim gözəl sənətimizi daha da çox populyarlaşdırıb tanıdasınız. Bu mənim ən böyük arzumdur. Ən böyük arzularımdan biridir. Sevə-sevə. Siz Çox sağ yaradın, olun. biz sizi işıqlandırmağa həmişə hazırıq. Çox sağ olun, var olasınız. Siz sağ olun. Sağ olun. Təşəkkür edirəm. Sağ olun.